Salam, mən Vahid Teymurlu. Get Akademiyada data analitika kursunu tədris edirəm. İndi isə sizinlə 4 ay müddətində sıfırdan junior səviyyəyə gəlmək üçün kursumuzun proqramı ilə tanış olaq. Kursumuz 4 ay müddətində davam edəcək, hansı ki biz bunu 4 mərhələ olaraq da başa düşə bilərik. İlkin mərhələdə Pythona giriş, data tipləri, onların sintaksisi və artıq bunları öyrəndikdən sonra isə data analitikada bizə lazım olacaq kitabxanalar olan NumPy, Pandas və Matplotlib kitabxanalarını öyrənəcəyik. İkinci mərhələdə isə artıq biz statistik anlayışlar, data analitikanın ayrılmaz hissəsi olan statistik testlər haqqında məlumat əldə edəcəyik. Həmçinin bu statistik testlərin Pythonda hesablanması, Pythonda tətbiqini öyrənəcəyik. Üçüncü mərhələdə isə artıq biz data analitikada bizə lazım olacaq digər toollar haqqında məlumat əldə edəcəyik, hansı ki bunlar Excel və SQL proqramlarıdır. Siz də effektiv şəkildə data analitika sahəsini öyrənmək və dərs prosesində portfolyonuzu yaratmaq istəyirsinizsə kursumuza qatıla bilərsiniz.